Bu videoda DİM test toplusundan atmosfer bölməsinin ilk testlərinə baxacağıq. Yerin hava təbəqəsi və günəş radiasiyası. İlk testimiz belədir ki, atmosfer kütləsinin böyük hissəsinin troposferdə cəmlənməsinin səbəbi nədir? Bu, yerin cazibə qüvvəsinin çox olması ilə əlaqədardır. Sonra ikinci testimizə baxaq. Deyir ki, düz radiasiyanın böyük qiymət almasına daha çox təsir edən amil nədir? Biz bilirik ki, radiasiya iki cür gəlir. Səpələnən və düz formada. Düz radiasiya buludluğun az olduğu və yaxud da heç olmadığı yerlərdə olur. Bu da A variantıdır. Keçək üçüncüyə. Yüksək dağ zirvəsində günəş radiasiyasının çox olmasına baxmayaraq, qar və buzlaqların əriməməsinin səbəbi nədir? Bax, birincisi deyir ki, buludluğun çox olmasıdır. Ümumiyyətlə, qar buzlaq olan yerlərdə buludluq az olur. B. Zirvələrdə buludluq yağıntının çox olması bununla əlaqəsi yoxdur. C. Orta illik temperaturun aşağı və səthin əks etdirmə qabiliyyətidir. Bəli, C variantı doğru. Çünki həm orta illik temperatur orada aşağıdır, həm də səthin albedosu təzə qar və yəni buzlaqda daha çox olur. 95% albedo olur. Dördüncü sual. Orta dağlıqdan zirvəyə doğru günəş radiasiyasının miqdarının artması nə ilə əlaqədardır? Bu, buludluğun get-gedə azalması ilə əlaqədardır. Buludluq azalır ki, deməli, günəşin radiasiyasının miqdarı artmağa başlayır. Beşinci sualımız. Ayda sutkalıq temperatur amplitudunun 300 Selsi dərəcəyə qədər olmasına səbəb nədir? Yazır ki, ayın yerdən çox kiçik olması, aya günəş şüalarının böyük bucaq altında düşməsi, ayda kristallik suxurların mövcudluğu, atmosferin hidrogen və neon qazlarından təşkili və Y variantı ayın ətrafında sıx atmosfer təbəqəsinin olmamasıdır. Bəli, əgər atmosfer təbəqəsi olsaydı, o həddindən artıq nə qızardı, nə də həddindən artıq soyuyardı. Məsələn, yeri qoruyan da atmosferdir ki, o gecələr çox soyumur, gündüzlər də çox qızmır. Ayın ətrafında sıx atmosfer təbəqəsinin olmamasının nəticəsi, yenə burada da sutkalıq temperatur amplitudunun orada böyük olması. Yəni, gündüzlər həddindən artıq çox qızır, B variantı. Gecələr isə həddindən artıq çox soyuyur. Və bu da orada amplitudanın çox olmasına gətirib çıxarır. Keçdik 7-ci testimizə. Troposferdə havanın qızmasının əsas mənbəyi nədir? Troposferdə yazı vulkanların intensivliyi, daimi küləklərin istiqaməti, radiasiyanın əks olunması, yerin daxili enerjisi və qızmış yer səthi. Təbii ki, doğru variantımız yerdir. Çünki öncə yer qızır və yerdən havaya qalxan radiasiya onu, deməli, troposferi qızdırmağa başlayır. Yazılıb 8-ci testdə ki, Cənub qütb dairəsi daxilində ümumi radiasiyanın kəmiyyətinin daha çox olduğu aylar Cənub qütb dairəsində. Deməli, Cənubda yay ayları nə vaxtdır? Biz onu yadımıza salırıq. Bilirik ki, dekabr, yanvar, fevral orada yay aylardır. Məsələ, ümumi radiasiyanın da kəmiyyəti ən çox yay aylarında olduğuna görə biz dekabr, yanvar aylarını götürürük. Test 9. Troposferin əsas xüsusiyyətlərindən biri nədir? Baxaq. A variantı hündürlüyə doğru havanın temperaturunun və təzyiqinin azalmasıdır. Bəli, biz bilirik ki, hündürlüyə doğru 1000 metrdə 6 dərəcə temperatur aşağı düşür. 1000 metrdə isə 100 mm atmosfer təzyiqi aşağı düşür. 10-cu test. Udulan günəş radiasiyasının kəmiyyətinin daha az olduğu ərazilər. Udulan radiasiya daha azdır. Biz deyərik ki, su səthi üzərində çoxdur və deməli, təzə qar və buzlaqda udulan radiasiya azdır, əks olunan çoxdur. Ona görə biz qütb ətrafı əraziləri götürürük. Günəş radiasiyasını daha az əks etdirən səth örtüyü. Deməli, burada buz olanları çıxırıq. Çünki qar örtüyüdür, buzdur. Bunlar çox əks etdirir, qalır C variantı. Düzgün cavab C variantı. 12-ci testdə baxaq, deyir ki, ştrixlənmiş ərazilərin ümumi xüsusiyyətləri nədir? Deməli, burada baxırıq ki, səhralar ştrixlənib. Afrikanın böyük səhrası, Ərəbistan yarımadasıdır. Sonra Namibiya səhrası, Avstraliya mərkəzindəki səhralar, Atakama səhrası və bunlar üçün biz oxşar ümumi xüsusiyyət seçməliyik. Baxaq görə ümumi xüsusiyyət nədir? Yazıb ki, illik temperatur amplitudunun sutkalıq amplituddan böyük olması. Tam əksinə, orada səhralarda illik yox, sutkalıq amplitud daha böyük olur. B. Deyir ki, düz radiasiyasının kəmiyyəti böyükdür. Bəli, səhralarda buludluq olmadığına görə düz radiasiyanın kəmiyyəti böyük olur. İsə 13-cü suala baxırıq. Albedonun ən kiçik olduğu səth örtüyü və bunun səbəbi nədir? Ümumiyyətlə,
Albedonun ən kiçik olduğu səth haradır? Su səthidir təbii ki bu. Albedonun ən kiçik olduğu səthimiz bizim su səthimizdir. Və ona görə su burada sadəcə Y variantındadır. Və onun xüsusiyyətini də bizdən istəyir ki, bunun səbəbi nədir? Suyun istilik tutumunun çox olması. Cavab Y variantıdır. Ən az albedo sudur, ən yüksək albedo isə biz bilirik ki, təzə qar və buzlaqdır. Sual 14. Albedonun ən yüksək olduğu səth örtüyü və bunun səbəbi az öncə dedik ki, buz səthində və qar səthində albedo daha yüksək olur və burada buz səthi də var. A variantında yazıb sıxlığın böyük olması. D variantında isə qar səthi verilir və orada yazır ki, istilik tutumunun az olması. Bəli, düzgün cavab D variantıdır. Qar və onun istilik tutumunun az olması. Düz radiasiyanın üstün olduğu ərazilər üçün səciyyəvidir. Düz radiasiya biz bilirik ki, buludluq az olan ərazilərdə və yaxud heç olmayan ərazilərdə olur, əsasən səhralarda və buna görə də biz götürürük ki, enən hava axınlarının üstünlük təşkil etməsi, yağıntıların nisbətən az düşməsi 3, bir də 4 intensiv fiziki aşınma. 1, 2, 3, 4 düzgün cavabımız C variantı. Daha sonra Euler-Venn diaqramına baxırıq və bizə verilən rəqəmləri doğru qruplaşdırırıq. Yazıb birincədəki buludluq az olan yerlər üçün səciyyəvidir. Buludluq az olan yerdə düz radiasiyadır. Birə-bir qeyd edirik. Coğrafi enlikdən asılı olaraq dəyişir. Hər ikisi asılı olaraq dəyişir. Mərkəzə, yəni 3-cüyə 2-ni qeyd edirik. Əksər hallarda düzənliklərdən orta dağlığa doğru artır. Orta dağlığa doğru artan səpələnən radiasiyadır. 3-ü qeyd edirik 2-ciyə. 4. Azərbaycandan Naxçıvanda və Kür Arazda var. Bu düz radiasiyadır. Onunla yarım səhra olduğu üçün düz radiasiya orada üstünlük təşkil edir. Miqdarı kalori ilə kilokalla ölçülür. Bu isə 5 hər ikisinə aiddir. Deməli, düzgün cavabımız oldu B variantı. Daha sonra, ekvatorda qütblərə doğru günəşin radiasiyasının illik kəmiyyətinin dəyişməsi düzgün əks olunan qrafik hansıdır? Biz bilirik ki, ən çox radiasiya tropik enliklərdə 200-220 kilokaldır. Ekvatorda 140-145'dir, mülayimdə 100-140 arasıdır, qütblərdə isə 50-60'dır. Və biz baxaq bir-bir. Burada aşağıda enliklərimiz verilib. Ekvatorial enliyə nöqtəni qoyub 50-dən az. Bu doğru deyil. Burada ekvatorial enlikdə, yəni B-də baxsaq ki, ekvatorial enlikdə 250 arası qoyub. Amma bu daha çox tropiklər üçün uyğun gəlir. Ona görə bu variantlar getdi. Daha sonra baxırıq. Deməli, burada Y variantına baxsaq görürük ki, yenə 0 dərəcə enliyi üçün burada 50-100 arası qoyub, doğru gəlmir. D variantında isə yenə 0 dərəcə enlikdə 100-150 arası qoyub, bu da uyğun gəlmir. Hətta burada tropik enliklər üçün çox aşağı göstəribdir, 50 göstərib. Ona görə düzgün cavab C variantıdır. Baxaq, ekvatorial enlikdə 100-150 arası göstərib. Daha sonra deməli tropikdə ən böyük miqdarı tropikdədir, 200-dən artıqdır. Düzgün cavabımız C variantıdır. 18. Deyir ki, sxemdə verilmiş A dağına günəş şüalarının il boyu eyni istiqamətdə düşdüyünü nəzərə alaraq bunun düzgün olmayan coğrafi ifadəsini müəyyən edin. Baxaq, A variantı biz şəkilə baxsaq görürük ki, günəş cənub yamaca daha çox vurur. Deməli, A variantı biz səhvi istəyir. Bizdə yanlışı tapacaq. A variantında ki, şimal yamaca günəş şüaları daha kiçik bucaqla düşür. Düzdür. Çünki cənuba daha böyük bucaqla düşür. A variantı getdi. Sonra deyir, cənub yarım kürəsində qar xətti. Daha doğrusu, cənub yamacda qar xətti şimal yamaca nisbətən daha alçaqdan keçər. Xeyr, alçaqdan keçməz, daha hündürdən keçər. Səhv variant budur. Çünki əgər günəş cənub yarım kürəsində daha çox vurursa, o zaman qar xətti mütləq yüksəkdən keçməlidir ki, biz bilirik, qar daimi buzlaq yaranması üçün temperatur 0 və 0-dan aşağı mütləq olmalıdır. 19. Diaqramda müxtəlif xarakterli səth örtükləri verilib və yəni albedosu verilmişdir və müvafiq olaraq biz doğruluğu müəyyən etməliyik. Baxaq, birincidə verilib albedo nə qədərdir? Hardasa biz deyirik ki, belə deyək ki, 5-10'dur. 5-10 harda olur albedo əks olunma? Ən az əks olunma bilir ki, su səthindədir. Su ilə bağlı bir neçə variantımız var. İkinciyə baxaq. İkincidə göstərir ki, 40'dır. Hardasa 40'a yaxındır. Deməli, bu 40'a yaxın olan qum səthidir. Su, qum ardıcıllığına baxsaq görürük ki, burada C variantı daha çox uyğun gəlir. Sonra üçüncüdə hardasa 30'a düşür. Bu
meşəni göstərir. Daha sonra 4 ən böyük albedodur ki, biz bilirik 90-95% albedonu təzə qar verir. Torpaq isə deməli 20% albedo verir. İndi isə 20-ci suala baxırıq. Xəritə sxemdə verilən rəqəmlərə əsasən səpələnən radiasiyanın üstün olduğu əraziləri və bu ərazilərə uyğun olan əlamətləri seçməliyik. Ümumiyyətlə biz bilirik ki, səpələnən radiasiya daha çox ekvatorial enlikdə olur. Ona görə ekvator boyunca yerləşən əraziləri seçirik 2, 5, 6 və bu ərazilərə uyğun rəqəmləri, yəni nümunələri seçməliyik buradan. A-da deyir fəsillər ayda müşahidə olunur. Bu səhvdir. Ekvatorda fəsillər ayda müşahidə olunmur. B yazıb ki, alçaq təzyiq sahəsində yerləşir. Bəli, biz bilirik ki, ekvator və mülayim alçaq təzyiq sahəsində yerləşən enliklərdir. Sutkalıq və illik temperatur amplitudu kiçikdir. Bəli, həm sutkalıq, həm illik amplitudumuz burada kiçikdir. Buxarlanma qabiliyyəti aşağıdır. Buxarlanma qabiliyyəti biz bilirik ki, temperaturla bağlı olur. Burada əslində deməli burada buxarlanma qabiliyyətindən daha çoxdur. Üzvü aşınma üstünlük təşkil edir. Bəli, üzvü aşınma üstünlük təşkil edir. Çünki üzvü aşınma biz bilirik ki, bitki və heyvanların yəni biyokütlənin çox olduğu yerdə olur. F-da isə deyir çay əmələ gəlmə imkanı məhduddur. Xeyr, tam tərsinə deməli çaylar ekvatorial enlikdə bol sulu olurlar. Ona görə cavab variantımız D variantı olacaq. 2, 5, 6, B, C, Y. Daha sonra 21-ə baxaq. Burada da bunun əksini soruşur. Düz radiasiyanın üstün olduğu yerlər və onlara aid əlamətləri soruşur. Bizdən düz radiasiya biz bilirik səhralarda, tropik enliklərdə daha çoxdur. Ona görə 1-i, 4-ü və 3-ü götürürük. 1, 3, 4. Bunlara aid olan əlamətlər hansılardır? A-da deyir ki, ifrat rütubətlənmə şəraitinə malikdir. Yanlış fikirdir. Bu ekvatora aiddir. Bol sulu çaylar yaranır. Bu da səhv variantdır. Aid deyil. Buxarlanmanın miqdarı yazıb azdır. Bəli. Orada qabiliyyət yüksəkdir, amma buxarlanma miqdarı azdır. C-ni götürürük, doğru. Sonra torpaqlar az məhsuldardır. Bəli, az məhsuldar torpaqdır. Yarım səhra torpaqları. Sonra yazıb ki, bir də burada doğru variantımız nədir? Baxaq, yazıb ki, Passat və qərb küləşləri bu enliklərdən başlayır. Əlbəttə, biz bilirik Passat da qərbdə tropik enliklərdən başlayır. Passat tropiklərdə ekvatora doğru əsən küləşlərdir. Qərb küləşləri isə tropik enliklərdə mülayim enliklərə doğru əsən daimi küləşlərdir. F-da isə deyir ki, nisbi rütubətlilik yüksəkdir. Burada ümumiyyətlə isti hava olduğuna görə burada mütləq rütubətlilik daha çox olur. Çünki isti çox olduqca onun rütubət tutumu da çoxalır. Mütləq rütubətlilik çox olur isti havada. Nisbi rütubətlilik isə daha əksinə nisbi rütubətlilik, yəni havanın yağıntı vermə qabiliyyəti, bunlar soyuq havada daha çox olurlar. Ona görə düzgün variantımız A variantıdır. Daha sonra ümumi günəş radiasiyası 40%, yəni 36 kilokalori yer səthi tərəfindən udulur. Müvafiq olaraq ümumi və əks olunan radiasiyanın kəmiyyətini hesablamalıyıq. Biz birinci 30%, daha çox 40%, 36 olan ədədi tapmalıyıq. Buna görə də nə edirik? 36-nı 100-ə vurub 40-a bölməliyik. 36-nı 100-ə vurub 40-a böləndə də deməli 36-nı vururuq 100-ə, bölürük 40-a, biz alırıq orada nə? 90. Deməli bu 90 deməli nədir? Ümumi radiasiyadır. Bu 90-mız bizim ümumi radiasiyadır. Çünki bu 90-ın 40%, yəni 36 kilokalori udulan radiasiya olubdur. Və biz 90-dan da 36-nı çıxsaq, 90-dan da 36-nı çıxsaq, eləyəcək 54 kilokal. Deməli, bizə istəyir ki, ümumini tap, ümumini tapdıq ki 90. Bir də əks olunan radiasiyanı deyir tap, onu da tapdıq ki 54. Deməli, cavabımız D variantıdır. Keçək digər sualımıza. Bu da bu sualda elə eyni ilə həmin suala oxşuyur. Burada da deyir ki, ümumi günəş radiasiyası 80 kilokalori, yəni 40% yer səthindən əks olunur. 40% 80 olan ədədimizi tapırıq birinci. Yəni 80-i 100-ə vurub 40-a bölürük. Bu da 200 eləyəcək. 200. Deməli, bizim ümumi radiasiyamız 200-dür. Burada verildiyi kimi əks olunan 80-dir. Deməli, 200-dən də 80-i çıxırıq. 200-dən də 80-i çıxırıq biz. Eləyir nə qədər? 160, daha doğrusu 120 kilokal edir. Deməli, 120 kilokalda nədir? Udulan radiasiyadır. Düzgün cavabımız Y variantıdır. 24-cü suala baxaq. Ərazidə ümumi günəş radiasiyasının 30% və yaxud da 45 kilokalori düz radiasiyanın payına düşür. Yenə 30% 45 olan ədədi tapmalıyıq buradan.
Biz deməli 45-i vurmalıyıq 100-ə, bölməliyik 30-a. Buradan da alınacaq 150. Deməli 150 kilokal bizim nəyimizdir? 150 kilokal ümumi günəş radiasiyasıdır. Bunun da əgər 45%, daha sonra 45 kilokalı əgər düz radiasiyadırsa, deməli qalanı yerdə 105 kilokalı ümumi radiasiya hesab olunur. Buna görə daha çox səpələnən radiasiya hesab olunur. Buna görə birinci doğrudur. Səpələnən radiasiya 105 götürdük. Sonra deyir ki, quru çay dərələri geniş yayılmışdır. Əgər səpələnən radiasiyanın kəmiyyəti daha böyükdürsə, düz radiasiyaya baxmış. Ona görə biz deyə bilmərik ki, quru çay dərələri burada genişdir. Havanın, çünki səpələnən radiasiya buludluq olan yerdə olur və orada da yağıntı çox olur. Ona görə quru çay dərəsi çox olması absurddur. Sonra üstə havanın qalxan hərəkəti deyir ki, baş verir. Bəli, səpələnən radiasiya çoxdursa, deməli havanın qalxan hərəkəti orada çox olub ki, buludlar əmələ gəlib. Yazı fiziki aşınma üstündür, səhvdir. Qərb küləşlərinin təsirinə məruz qalır. Qərb küləşlərinin təsirinə məruz qalan ərazilərdə daha çox passatların təsirinə məruz qalan ərazilər daha çox səpələnən radiasiya böyük olur. Ona görə altıya bax buludluq və rütubətlik yüksəkdir. Bəli, yenə də dediyimiz kimi, əgər bu səpələnən radiasiya burada üstündürsə, deməli burada buludluq da, rütubət də yüksəkdir. Cavab 1, 3, 6. Ərazidə ümumi günəş radiasiyasının 75%, yəni 165 kilokalı düz radiasiyanın payına düşür. Yenə 160 belə deyir ki, 75% 165 olan adı tapırıq. 165-i vururuq 100-ə, bölürük 75-ə. Aha, burada da 220 alınır cavabımız. Yəni ümumi radiasiyamız 220-dir. Bunun da 165-i düz radiasiyanın payına düşürsə, 220-dən də 165-i biz çıxırıq. Yəni biz səpələnən radiasiyanı tapmalıyıq. Bu da 55 eləyir. Ona görə 3-cü variant düzdür. Sonra baxaq. Deyir kimya, birincidə deyir kimya və üzvə aşınma üstündür. Əgər düz radiasiya daha çoxsa, biz bilirik 165 bizdə düz radiasiyadır, 55 səpələnəndir. Deməli, burada kimyəvi olmazdı, fiziki olmalıydı. Aqroiqlim imkanı məhduddur. Nə üçün? Əgər düz radiasiya çoxdursa, deməli, bura yarım səhradır. Burada da aqroiqlim imkanı əslində çox olur. Havanın enən hərəkəti baş verir. Bəli, götürə bilərik. Çünki düz radiasiya çoxca enən hərəkətdir. İl ərzində gecə-gündüzün uzunluğu kəskin dəyişir. Bu qütb ətrafı ərazilərdə daha çox olur. Ona görə bizə uyğun gəlmir. Və deməli 6-da deyir ki, sutkalıq temperatur amplitudu yüksəkdir. Sutkalıq temperatur amplitudu, yəni sutka ərzində temperaturun kəskin dəyişməsidir. Bu da səhralar su xarakterik olduğuna görə götürürük. Biz il ərzində gecə-gündüz uzunluğu kəskin dəyişməsini niyə götürmədik? Çünki bizim kilokalımız, ümumi kilokal 220-dir. 220 kilokal da tropiklərə düşür. Ona görə 5 düzgün gəlmir. 6. Albedonun daha yüksək olduğu coğrafi enliklər üçün səciyyəvi olmayan, düzgün olmayan götürəcəyik. Albedonun daha yüksək olduğu coğrafi enliklər hansılardır? Biz bilirik ki, bu qütb ətrafı qütblərdir. Qütb enlikləri hesab olunur. Yazı fəsillər il ərzində aydın müşahidə olunur. Elə bu səhvdir, doğru deyil. Yüksək coğrafi enliklərdir. Bəli, yüksək coğrafi enliklərdir. Bu düzdür, götürmürük. Aqroiqlim ehtiyatlar yaxşı təmin olunub, yanlış fikirdir. Havanın su buxarı saxlama qabiliyyəti aşağıdır. Su buxarı saxlama qabiliyyəti bəli aşağıdır. Çünki orada soyuq havadır. Ona görə bunu götürmürük. Qalxan hava axınları üstünlük təşkil edir. Səhv fikirdir. Enən hava daha çoxdur. Qütb gecə-gündüz müşahidə olunur. Bu da doğrudur. Götürmürük. Cavabımız 1, 3, 5. Uyğunluğu müəyyən eləyək düz və səpələnən radiasiyaya. Yazıb ki, sutkalıq temperatur amplitudu kiçikdir. Amplitudu kiçikdirsə, biz bunu ikinciyə götürəcəyik. 2-yə A. Sonra 20 və 30 dərəcə şimal enlikləri arasındadır. Yəni bu tropiklərə düşür. Burada da düz radiasiya daha üstündür. Sutkalıq temperatur amplitudu yüksəkdir. Yüksəkdirsə biz götürürük səhraları, yəni düz radiasiya. 0-10 dərəcə şimal enliklərində formalaşır səpələnən radiasiya. D variantını götürürük. Yağıntıların miqdarı çoxdur. Yenə onu da səpələnən radiasiyaya götürürük. Deməli, 28-ci suala baxırıq. Son 2 sual. Burada da deyir ki, uyğunluğu müəyyən edin, ümumi radiasiyanın sərf olunmasını burada göstərmişdir. Birinci şəkilə baxırıq ki, 100% radiasiya gəlir, lakin radiasiyanın 5% udulur, 95% geri qaytarılır.
5%-ni udan, yəni ən azını udan bu təzə qardır. Biz bilirik təzə qardır. Ona görə biz bura E variantını götürürük. Arktik buz səhraları üçün xarakterikdir. 1-ə Y variantını götürürük. Sonra 2-yə baxırıq. Deyir ki, 40%-ni əks etdirir. Biz bilirik ki, bu qumdur. Qum da harda olur? Səhralarda olur. A variantı. Bir də yazıb B-də ki, qum daşından ibarət səthlərdir. Bəli. Sonra üçüncüdə isə 15% əks olmadı. Burada da söhbət sudan gedir. Ona görə də burada da baxırıq. Dəniz və okeanlar verilib C variantında, bunu götürürük. Keçdik digər sonuncu sualımıza. Yenə burada da eyni ilə günəş radiasiyasının albedosu verilir. Birincidə yazıb ki, 95% albedodur. Deməli, bu təzə qar buzlaqdan söhbət gedir. Baxırıq, burada yazıb ki, istilik tutumu daha az səthlər üçün D variantında. İstilik tutumu daha az olan səthdir. Bəli, daha az olan səthdir ki, o albedosu yüksəkdir, istiliyi özündə tutub saxlaya bilmir. İkincidə 40% albedosu, bu da yenə qumdan söhbət gedər burada. 40% albedo, tropik enişlər səhra və yarım səhralarını götürürük A variantı. Üçüncüdə isə 85% qəbul edir, 15% albedodur. Bu da su səthidir. Yenə biz burada B-ni götürürük. Okean və dəniz körfəzləri. Daha sonra bir də C-ni götürə bilərik. Çünki deyir ki, istilik tutumu daha çoxdur. Suyun istilik tutumu çox olduğuna görə daha çox radiasiyanı udur və az buraxır.